Ve deyir şu anda ortak yayın yapmak için. Gözəldir, amma bu oyunları da verimcə. Belə yaraşıqlıqla çıxmadı da qabağıma da. Qalmışam da buna. Qalmışam bu Nahidin elində də. Bir dənə bəxtim açılsaydı mənim. Neyinir səni? Heç də təzə evlilikdə yaxşı gedir. Adı o doğrudan evliliydi. Ha. Ciddisən Mirağa? Ha. Adı o cürünə qızın başını necə allatdın? 3 tane uşaqla nasıl çıxışdı? Nə bilim ya. Mirağa bəxtin açıldı verişə çıxandan sonra Mirağa. Ayıqım mollam güclü olub. Rav çox sağ ol. Riski gülmə Mirağa, xəbər elə. Mənə bax, gül nə deyirəm, ədəm. Şeydir, nədir onun adı? Şənay da gördüyündə necə gözəlləşib. Allah bəxtini gözəl eləsin, aləman. Bir dənə sənin bu qaşlarının ortası öldürür. Deyirəm, bəlkə onu götürəsən. Götürərəm, Epros 5K hədiyyəsindən götürüm. Nətər yəni 5K? 5K jeton atın götürüm. Bəlkə götürsən atacaqlar. Zəfada götürdüm, o vaxt atmadılar. Özünə görə götür də, K hədiyə nə inirsən? Özümə görə götürəndə deyirsən. Bir an elə bu kökəlmirsən ha, rəngin zadın açılıb, elə bir arvad düşüb sənə. Hansı var? Gəlin bacı hanı? Yatır. Həqqi, bu vaxtda nəyə tək qoymuşsun, get sən də başını qoy yatsan. Həqiqi, o öz evində yatır, mən öz evimdəyəm. Qız toyu dələ. Yox, ələmə. Bilmədin də Şənayın qədrini. Başda da bilmədin də Şınanayın qədrini. Şınanay qoymurdu səndən oynamağa. Yazıqdan keşfətdə videolar çıxır qabağıma, ürəyimin başı ağrıyır Mirağa. Eşitirsən məni, başını bıraq da onu. Yaxşı, buraxdım. Heç olmasa bu dəfə tapanda arıq qız tap da. Balaca malaca belə tikili-mikili. Razmerivə uyğun tap Mirağa. Razmerivə uyğun tapanda da baca boy qızlar deyir ki, boyu hündür olsun oğlanın. Boyu başına daş düşsün dünün. Allah haqqı. Bir oğlan boyu 1.75 olmasa sevmərik. Ha belə Razmerivə uyğun tapmırsan, çıxırsan efirlərə. Balaca boy qızdan arısı. Boy 1.70 olsun. Olsun. Daha nə olub ki? Kulka kim oğlansan? Sevər Allah, neyin demək sevər? Allah bəxtin gözəl edəsin. Mənə bax, Şənayın naşlıqını tapdın verdin. Ha. Gül mənim başıma o naşlıqdan işlədir o. Ha. Qabısan, sənə. Kokusunu ondan mı alıyorsun? Qız təpəsini onu eşitirsən məni. Mən yana salıb 60 manatlıq naşıq qaldırdım. Bunu mən telefonun Dövürsən üstündə də. Mənə hələ heç bir oğlan indiyə kimi 60 manata naşıq almayıb. Xəbərin var? Eşitirsən məni. Verişdə mən yana saldı ona bir dənə naşıq aldım. Allahın da olsun Ləman, bu naşıqı Arifin yanında almışam. Almamışım. Telefon alanda Arif Başıskın yanında telefon aldım. Onda pay verdilər. Telefonun üstündə. Amanı telefonumun qabı. Bax, görürsən. Telefonumun yanına pay verirlər. Bu da telefonumun kutusudur. Milyoner telefon evindən almışam telefonumu uşaqlar. Allah'ın da olsun zahmet elə bilir mən iPhone açışlarım. Allah işlətdiyim telefon budur bax. Samsung Galaxy A25. Bildiğinde reklamlarda soruya sakla hə? Sağ olsun, ola bir dənə 150 manatlıq naşıq gəlirlər. Aha. Zahmet elə bilir ki, bu naşıq Şınanayındır. Şınanayındır. Şınanay nədir? Şinanay ne oldu sonra? Nə? Ne oldu sonra Şinanay'a? Heç də Şınanay da çıxıb məndən imtina edir. Çıxır versə deyir, mən ondan imtina edirəm. Devirsən onu.
Kim? Vermez mən. Ama sen bir söz, eğer bir haktır. İndi kurulduz da ayrıldız. Bəzən insan yanındakının qədrin yanında olanda bilmir. İndi işdir, şayətdir, birdən bir haqqdır. O naştikin qapağı ya onun zakolkası hamamda riski əlindən düşüb səni ulamaq tutsa, bil ki sən o qadına vırılmışsan Mirağa.